Hər kəsə salam dostlar, necəsiz? Bu günlərim mən sizə kənd həyatı necə olur ondan danışacağam. Burada toyuqlarımızı çəkirik, sonra həyət çəkirik. Burada həyət çəkirəm ağaclarımı. Kənd həyatı necə olur onu göstərirəm. Burada gül bağçası əkmişik, oranı göstəririk. Burada itləri qoymuram. Burada güllərimi çəkirəm, sulamışam. Burada keşniş, süd, nanə, belə bir şeylər əkmişik ancaq. Burada güllər çəkirəm. Güllərdir, ancaq güllərdir burada. İndi buradan çıxıram. Ağacları göstərirəm. Sonra burada toyuqlar dava edib, burası tam görsənmir kameradan. Neyse, biz girdik, girək içəri. Buradan yem hazırlamışıq onlara. Burada dalaşırlar. Yenə dalaşırlar. Qapını hazır qoyduq. Hamısı da. Qapını açan kimi hamısı seçiləcək. Lazımdır. Baxın, necə gəlirlər. Baxın, yeməyi qoyandan sonra yeyirlər. Sonra gəldim, balığı ödəndə onu ayrı yerdə saxlayırıq. Xoruz deyil onu. Burada yumurta az qalıb bala çıxanırdı. Baxıram, yumurta var, toyuq bura yumurtayır. Öz yeri var ama orada yumurtamır. Sonra burada da yeyirlər, içirlər, dal yeyirlər. Vlogumuz bura qədər. Sağ olun, salamat qalın.